Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə 2 fevral Azərbaycan Gəncləri Gününə həsr olunan 2-ci Könüllü Təşkilatlarının Dayanıqlı İnkişaf Forumu keçirildi. Gənclər Fondunun dəstəyi ilə təşkil olunan tədbirdə 500-ə yaxın könüllü iştirak etdi. Könüllü Təşkilatlar İttifaqının sədri Vüqar Əliyev çıxışında gənclərin inkişafının ölkə üçün əhəmiyyətinə toxundu. Hazırda Azərbaycanda könüllülük modeli kifayət qədər yüksək səviyyədədir və Azərbaycan könüllü modeli beynəlxalq səviyyədə də bu təcrübələrdən yiyələnirlər və bizim üçün maraqlıdır ki, xarici təcrübələrdə baş vermiş könüllü fəaliyyətləri, həyata keçirilən könüllü fəaliyyətləri, yeniliklər Azərbaycanda da tətbiq olunsun. Amma qeyd etmək lazımdır ki, qanunvericiliyi əsasında nizamlanan könüllü fəaliyyəti hal-hazırda Azərbaycan könüllüsü modeli olaraq bir-birində çevrilmişdir. Forumun keçirilməsində əsas məqsəd üzv könüllü təşkilatlarının fəaliyyətinin gücləndirilməsi, dayanıqlı inkişafın təmin edilməsi, könüllü təşkilatlar arasında effektiv əlaqələrin qurulması, təcrübə mübadiləsinin təşviqi və kollektiv layihələri həyata keçirməkdir. Mən Asan Könüllü Təşkilatında hazırda könüllü olaraq fəaliyyət göstərirəm. Asan könüllüsü olmaq mənim üçün böyük bir məsuliyyət, böyük bir dəyərdir. Düşünürəm ki, burada daim gün ərzində vətəndaşlarla ünsiyyətdə olmağım mənim öz nitqimin inkişafına, eyni zamanda daha da çox sosiallaşmağıma təkan verir. Burada artıq kollektiv işləməyi, yoldaşlarla ünsiyyətdə olmağı, vətəndaşların qarşılanması mənim üçün, yəni düşünürəm ki, böyük bir məsuliyyətdir və öz üzərimdə işləməyimə daim kömək olur. Könüllülük biz könüllülər üçün həqiqətən böyük bir dəyərdir. Çünki unudulmaz dostluqlar, yerli və beynəlxalq layihələrdə iştirak edirik və bunlar bizim üçün böyük bir, yəni həqiqətən dəyərdir. Mən necə deyim, bu layihələrdə iştirak edərəkdən yəni düşünürəm ki, gələcək yəni iş imkanlarında bu mənim üçün böyük bir fürsət olacaqdır. Qeyd edək ki, forum çərçivəsində gənc regional nümayəndələr və bir qrup könüllü Gənclər Günü münasibətilə səmərəli fəaliyyətinə görə mükafatlandırıldı.